Gözlənilməz etiraf futbol gündəmini çalxaladı. Antoine Griezmann Atletico Madrid azarkeşləri ilə vida zamanı Barselonaya keçidinə görə üzr istəyib. Deyib ki, gənc idim və səhv elədim. Burada sahib olduğum sevgini o zaman tam dərk etməmişdim. Sözsüz ki, gözyaşı içində edilən bu etiraf bir mənalı qarşılanmayıb və onu yüksək maaşa görə klubunu satmaqda ittiham eləyənlər tapılıb. İspaniyalı ulduz Dani Carvajal isə 23 illik sevgisi Real Madrid ilə yollarını ayırıb. O, Çempionlar Liqasındakı əfsanəvi hat-trick titullu heyətdən qalan son futbolçuydu. Dani klub tarixində ən çox titul qazanan ikinci futbolçudur. Çoxunun xəyalı olan Çempionlar Liqası kubokunu o 6 dəfə qazanıb. Ümumilikdə isə Real karyerası ona 27 kubok bəxş eləyib. İspaniyalı mütəxəssis Xabi Alonso İngiltərənin Chelsea klubuna baş məşqçilik eləyəcək. Onun qovulduğu Realın sükanı arxasına isə Portuqaliyalı Jose Mourinho keçəcək. Kral klubu ilə bağlı daha bir xəbər. Realın Kylian Mbappé ilə yollarını ayıracağı xəbərləri dolaşır. Başı qalmaqallardan açılmayan Mbappé son oyunda yerli azarkeşlər tərəfindən fitə basılmışdı. Barselona'nın ulduzu Lamine Yamal zədəli olsa da böyük ehtimal dünya çempionatında çıxış eləyəcək. Bu, İspan azarkeşlərini sevindirib. Bir müddət əvvəl isə əfsanəvi Sergio Ramos müsahibəsində demişdi ki, Yamalsız mundialı saxlayın. Dünya çempionatında daha bir ulduzu görə biləcəyi Braziliya millisinin təqdim etdiyi siyahıda Neymarın da adı var. Baş məşqçi Carlo Ancelotti canlı yayım zamanı heyət üzvləri arasında onun adını çəkəndə çoxu sevincdən gözyaşlarını saxlaya bilməyib. Elə Neymarın özü də. Böyük ehtimal ki, bu mundial sambaçı üçün son rəqs olacaq. Onun çempionata yollanması böyük sual altındaydı. Bu, bizdən sizə çatanlar maraqlıdır ki, siz hansı xəbərin sevinç və təəssüf hissini yaşadınız? Yazın gəlsin.